Növbəti mövzumuza baxırıq müəllimlər. Növbəti mövzumuz 6-cı sinif dərsliyindən 13-cü mövzu metal pəsləklərin yiyələnməsi ştangel-pərgər olacaqdır. Yiyələmə ümumiyyətlə nə deməkdir? Yiyələmə çertyojda göstərilən ölçülərin alınması üçün metal qatının yiyənin vasitəsilə kəsilməsidir. Nə oldu? Çertyojda göstərilən ölçünü almaq üçün deməli, müəyyən metal qatının yiyə vasitəsilə kəsilməsidir. Yiyələr nədən hazırlanır? Desə bizə alət poladından, yəni alət düzəltməyə yararlı poladdan hazırlanır. Bəs yiyələr nəylərinə görə fərqlənirlər? Müəllimlər, yiyələr demək, en kəsiklərinin formasına, kərtiklərinin növünə, deməli, hər 10 mm-də olan dişlərinin sayına, işlək hissələrinin uzunluğuna görə fərqlənirlər. İndi baxacağıq biz en kəsiklərinin formasına görə yiyələrə. En kəsiklərinin formasına görə yiyələr, müəllimlər, olur yastı. Şəkil 1-də birinci yastı. İkinci yarım dairəvi. Görürsünüz bu hissəsinə baxın, yarım dairəvi. Üçüncü gəlir nə? Kvadrat. Dördüncü gəlir nə? Üçüzlü. Beşinci gəlir dairəvi. 6-cı rob şəkilli, 7-ci bıçaq şəkilli. Bunları ardıcıl olaraq yadımızda saxlayırıq. Həm də şəkillərini yadımızda saxlayırıq. Çünki testlərdə düşə bilər. Demək, ardıcıllığa bir də baxırıq. Nə oldu? Yastı, yarım dairəvi, kvadrat, üçüzlü, dairəvi, romb şəkilli və bıçaq şəkilli olacaqdır. Demək, kərtiklərinin növünə görə yiyələr bir qatlı, 2 qatlı törpülü olur. Demək, en kəsiklərinin növünə görə biraz öncə qeyd etdiklərimiz 7 cür olur. Kərtiklərinin növünə görə neçə cür oldu? 3 cür oldu. 1 qatlı, 2 qatlı törpülü. Hər kərtik, yəni yiyənin dişi pas şəklindədir. Mişarların dişləri, qələmin kəsici kənarı da pas şəklində olur. Bəli müəllimlər, yiyənin dişləri nədir? Pas şəklində olur. Bir də qələmin deyir kəsici kənarı. Qələmi 7-ci sinifdə öyrənəcəyik. Ancaq mişarlarda biz öyrənmişik. Mişarların dişləri də 5-ci sinifdə öyrənmişik. Bunu pas şəklində olur. Yiyələr nömrələrinə görə fərqlənir. 0, 1, 2, 3, 4, 5 olmaqla 6 müxtəlif yiyə növü mövcuddur. Demək, nömrələrinə görə neçə cür oldu? 6 cür. 0, 1, 2, 3, 4, 5. Bu da çaşdırıcı məqamlardan biridir. Demək, en kəsiklərinin formalarına görə 7 cür, kərtiklərinin formalarına görə 3 cür və nömrələrinə görə də 6 cür oldu. İndi baxırıq 0 və 1 nömrəli yiyələrə. 0 və 1 nömrəli yiyələr dəyərlici yiyələrdir. Bu yiyələr iri kərtiklərə malikdir və belə yiyələr 10 mm uzunluğa 5-12 diş düşür. Onlar kobud emalda istifadə olunur. Demək, 0 və 1 nömrələr necə yiyələr oldu? Kobud emalda işlənilən, dişləri hər 10 mm uzunluğa 5-12 diş düşdü və metal qalınlığı da nə qədər götürüldü? 0,2, 10,5 mm metal qalınlığı götürülür. Deməli, 5 ilə bunu yadımızda saxlayırıq. 5, 0,5, 0,2, 10, 12. Baxın, 5, 12 diş düşür. Metal qatı da 0,2, 10,5. Yəni, 5-lərlə, 2-lərlə dəlci yiyəni yadımızda saxlayırıq. Daha sonra burada bizə nə veribdir? Kərtiklərinin formasını veribdir. Şəkil 2-də bizə nə verib? Kərtiklərin formasına şəkilə diqqətlə baxırıq. Baxın, birincidə nədir? 1 qatlı, ikincidə 2 qatlı, üçüncüdə törpülü. Bəzən testlərdə çaşdırmaq üçün nə salırlar? 3 qatlı. 3 qatlı kərtiklərinin növünə görə deməli 3 qatlı yiyə yoxdur. Bunu da unutmuruq. Daha sonra baxırıq 2 və 3 nömrəli yiyələrə. Deyir ki, 2 və 3 nömrəli yiyələr orta kərtiklərə malik xüsusi yiyələrdir.
Belə yeyələrdə 10 millimetr uzunluğa 13-26 diş düşür. Bu arada qeyd edeyim müəllimlər, baxın burada deyir ki, orta kərtiklərə malik xüsusi yeyələrdir. Bəzən bunu testlərdə salanda eləcə salır xüsusi yeyələr və yaxud da eləcə salır orta kərtiklərə malik yeyələr hansı yeyələrdir və yaxud da salır ki, və yaxud da ikisini də bir yerdə salır orta kərtiklərə malik xüsusi yeyələr. Yəni bunları görəndə çaşmayın, hər biri 2 və 3 nömrəli yeyələrə aid olacaqdır. Belə yeyələrdə hər 10 millimetr uzunluğa 13-26 diş düşür. Metalın əsas qatını dəlici yeyələrlə götürdükdən sonra işlənilir. Baxın, bu da testlərdə çox düşür ki, dəlici yeyədən sonra hansı yeyədən istifadə olunur? 2-3 nömrəli xüsusi yeyələrdən istifadə olunur. Xüsusi yeyənin bir gedişində metalın götürülən qatının qalınlığı 1/1, 0,3 millimetr olacaqdır. Bunda da 3 ilə yadımızda saxlayaq. Neyniyək? Baxın, 13, 1/1, 1/3. Deməli, 2 və 3 nömrəli yeyələri də, xüsusi yeyələri də 3 ilə yadımızda saxlayırıq. Baxaq 4 və 5 nömrəli yeyələrə. 4 və 5 nömrəli yeyələr məxməri yeyə adlanır. Burada da hər 10 millimetr uzunluğa 42-80 diş düşür. Məxməri yeyələr səthin təmizlənməsi, cilalanması üçün tətbiq olunur. Bu da test suallarındandır. Səthin cilalanması, təmizlənməsi üçün hansı yeyələrdən istifadə olunur? Belə bir sual düşərsə, məxməri yeyələrdən. Məxməri yeyənin hər gedişində 0,5, 0,1 millimetr metal qatı götürülür. Yeyələr müxtəlif uzunluqda olur. Deməli, 100 millimetrdən 400 millimetrə kimi olurlar. Yeyələmə zamanı yeyəni emal olunan pəstaxtdan təxminən 150 millimetr uzun götürürlər. Bu da test suallarındandır. Mütləq şəkildə nə edirik? Diqqət edirik. Xırda detalların və incə iş tələb edən pəstaxların təmizlənməsində uzunluğu 80-160 millimetr, qalınlığı 1 və ya diametri 2-3 millimetr olan kiçik ölçülü yeyələr, natifillər tətbiq olunur. Bu da test suallarındandır müəllimlər. Baxın, testdə düşür ki, natifillərin uzunluğu nə qədər olur? Deyirik 80-160. Daha sonra diametrini soruşur, qalınlığını soruşur. Baxın, az olan həmişə qalınlıq olur. Az olan qalınlıq desə 1, diametr desə 2-3 millimetr götürürük. Daha sonra natifillərdə diş 20-112 diş düşür. Və düşür ki, natifillər hansı işlərdə tətbiq olunur? Xırda detallarda incə iş tələb edən pəstaxların yeyələnməsində istifadə olunur. Yeyələmə zamanı iş vəziyyəti pəstaxın təmizlənməsinə olduğu kimidir. Yeyənin dəstəyinin girdə hissəsi sağ əlin ovcunun içində dirənməlidir. Deməli, yeyənin dəstəyinin girdə hissəsi sağ əlin ovcunun içində dirənməlidir. Buna da diqqət edirik. Şəkil 3-də natifillərin şəklinə də fikir veririk. Testlərdə düşə bilər. Sol əl isə yeyənin kənarından 20-30 millimetr geri olmaqla yeyənin burnuna qoyulur. Sol əl 20-30 millimetr. Baxın, bu 20-30 millimetr bizə nəyi xatırlatdı? Mismarda olan məsafəni. Mismarda da məsafə nə qədər olmalı idi? 20-30 millimetr olmalı idi. Sonra paralel müstəviləri yeyələyən zaman deyir, əvvəlcə əsas götürülən bir müstəvini tam emal edir, sonra digər müstəvinin ölçülərini nişanlayır, onu yeyələyirlər. Bu da test sualından ola bilər. Bu cümləyə də diqqət edirik. Pəstaxları emal edən zaman vaxt aşırı yeyənin hərəkət istiqamətini dəyişmək lazımdır. Məsələn, böyük emal payı çıxartmağa imkan verən enə yeyələməni, daha sonra düz xətliyi təmin etmək üçün uzunluğa yeyələmədən istifadə olunur. İndi biz baxacağıq yeyələmənin üsullarına. Baxın, A-da bizə verib eninə yeyələmənin.
Yəni böyük emal payı çıxartdıqda biz bu enli Y-ləmədən istifadə edəcəyik. Düz xətliyi təmin etmək üçün uzunla Y-ləmədən istifadə edəcəyik. Bunu silim mən. Daha sonra qaldırım biraz. Uzunla Y-ləmədən demək nə zaman istifadə etdik? Düz xətliyi təmin etmək üçün. Daha sonra gəlir çarpaz Y-ləmə. Baxın, C-də bizə verib çarpaz Y-ləmə. Bu şəkillər düşür. Baxın, 30-40 rəqəmi gördünüzsə, bunu adətən dairəvi Y-ləmə ilə qarışdırırlar müəllimlər. Əgər üstündə rəqəm varsa 30-40. Bundan yadınızda saxlayın ki, bu çarpaz Y-ləmə olacaqdır. Baxın, sağdan sola, soldan sağa. Və C-də də bizə dairəvi Y-ləməni göstəribdir. Buna da fikir veririk. Daha sonra müəllimlər, əgər Y-ləmənin üsulları, üsul sözü varsa, neçə cür oldu? 4 cür oldu. Hansılar oldu? Eninə Y-ləmə, uzunla Y-ləmə, çarpaz Y-ləmə və dairəvi Y-ləmə. Demək, pəs daha soldan sağa çəpinə xətlə, sonra eninə, sonda sağdan sola çəpinə xətlə Y-ləmək olar. Bu çarpaz Y-ləmə adlanır. Demək, müəllimlər, əgər sağ, sol sözü gördünüzsə, çəpinə götürürsünüz. Daha doğrusu çarpaz götürürsünüz. Yəni, sağ sözü, sol sözü varsa, o hansı olacaq? Çarpaz Y-ləmə olacaqdır. Dairəvi Y-ləmə səthin son işləməsi zamanı xırda emal paylarını çıxartmaq üçün tətbiq olunur. Dairəvi Y-ləməni də necə yadımızda saxlayırıq? Sonda istifadə olunan Y-ləmə növüdür. Pəstahların Y-ləməsi zamanı nazik təbəqə metal və məftildən olan detalların təmizləməsində olduğu kimi təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Nazik təbəqə metal və məftildən detalların hazırlaması zamanı ən sadə nəzarət ölçülərindən, xəttkeşdən, bir də çilingər bucaqlığından istifadə olunur. Baxın, müəllimlər, bu da test sualıdır. Demək, ən sadə nəzarət ölçüsü testlərdə düşür. Hansılardır? Demək, xəttkeşdir, bir də çilingər bucaqlığıdır. Buna da fikir veririk. Detalları daha böyük dəqiqlikdə ölçmək üçün, onlara nəzarət etmək üçün ştanger pərgardan istifadə olunur. Onlar detalların xarici və daxili ölçülərini, deşiklərin, oyuqların, kiçik qanalların dərinliyini ölçmək üçün nəzərdə tutulmuşdur. Ştanger pərgarlar müxtəlif növdə olub, ölçmənin sərhədi və dəqiqliyi ilə bir-birindən fərqlənir. Burada müəllimlər bizə ştanger pərgarın şəklini veribdir. Baxın, şəkil 5-də ştanger pərgarın şəklini verib, ancaq hissələrini verməyibdir. Bunun hissələri demək köhnə kitabımızda var. Demək müəllimlər, hissələri 9 hissədən ibarətdir. Mən sizə buradan deyəcəm, onu yazacaqsınız ardıcıl şəkildə, sonra da öyrənəcəksiniz. Demək, ştanger pərgarın hissələri hansılardır? Bir ştankdır, 2 hərəkətli yuxarı dodaqdır, daha doğrusu hərəkətsiz yuxarı dodaq. 3 hərəkətli yuxarı dodaqdır. 4 nədir? 4 vintdir. 5 hərəkətli çərçivədir. 6 dərinlik ölçəndir. 7 nonisdur. 8 hərəkətli aşağı dodaqdır. 9 hərəkətsiz aşağı dodaqdır. Bunları yazırıq bir yerə və ardıcıl şəkildə öyrənirik. Nəyə görə? Çünki ştanger pərgarın şəklini veribsə, demək hissələrini də testə sala bilər. Daha sonra ştanger pərgar, bu da test suallarından biridir. Köhnə nəşrdəydi ki, millimetrlərə malikdir. Millimetrlərlə, yəni millimetrli bölgülərə malikdir. Və Nonis'in bu da baxın testlərdə çox düşür. Baxmayaraq ki, köhnə nəşrdədir, amma testdə düşür. Nonis'in 19-cu deməli cizgisi şkalanın, daha doğrusu Nonis'in 10-cu cizgisi demək şkalanın 19-cu
cizgisinə düşür. Ştanger pərgarın üzərində. Bu cümləyə də diqqət edirik. Daha sonra nə deyir bizə? Deyir, sənaye müəssisələrində ştanger pərgar ən əsas ölçü alətlərindən biridir. Ondan müxtəlif peşələr üzrə fəhlələr, dəzgah və çilingər işləri üzrə nəzarətçilər istifadə edirlər. Bu da test sualıdır. Ştanger pərgardan kimləri istifadə edirlər? Fəhlələr, bir də nəzarətçilər istifadə edirlər. Daha sonra burada var nə? Təhlükəsizlik qaydaları. Baxırıq, deyir, işə başlayanda ştanger pərgarın üzərindən tozu və sürtgü yağını təmiz parça ilə silmək lazımdır. Aləti cilalayıcı sumbata kağızı və bıçaqla təmizləmək olmaz. Bu da testlərə düşür, diqqət edirik. Daha sonra aləti qızdırıcı cihazların üzərinə qoymaq olmaz. Yalnız cızığı və tilişkəsi olmayan təmiz detalları ölçmək olar. Ştanger pərgarın dodaqları iti uclara malikdir. Odur ki, ölçmə zamanı diqqətli olmaq lazımdır. Ştanger pərgarın dodaqlarının əyilməsinə yol vermək olmaz. Onların vəziyyətini sıxıcı vintlə tənzimləmək lazımdır. Bu da test suallarındandır. Deməli, dodaqların əyilməməsi üçün onları nə ilə tənzimləyirik? Sıxıcı vintlə. Ölçmə şkalasındakı göstəriciləri oxuyarkən ştanger pərgarı düz gözlərin önündə tutmaq lazımdır. Bu da test sualındandır. Yazırlar ki, gözlərin önündə tutmaq olmaz. Çaşdırmaq üçün bunu yazırlar. Buna da fikir veririk. Bir də müəllimlər, ştanger pərgar 0,1 millimetr dərinliyində ölçür. Mikrometr, bu da köhnə nəşrdədir, amma birdən testdə görsəz şaşmayın. Mikrometr 0,1 millimetr dərinliyində ölçür. Yəni, bunlardan ən böyüyü hansıdır? Mikrometrdir əslində. Amma testdə əgər mikrometr yoxdursa, ştanger pərgarı seçəcəyik. Dərsimiz bu qədər müəllimlər. Hər birinizə uğurlar.